Comət. Sözün kökü nə olur? Co. Sözün kökü, mərd. Şəkilçimiz Co. co olacaq. Dedik, yeni söz yaradan şəkilçilərimiz nə adlanır? Leksik. Bəs sözün formasını dəyişənlər nə oldu? Qrammatik. Qrammatik şəkilçilərimiz oldu. Əhsən sənə. Bax, məsələn, dedik ki, leksik şəkilçilər iki cür olurdu. Hansılar idi onlar? Sözünün söz sonu. Sözün sonuna artırılan leksik şəkilçilər. Yadımızda saxlayırıq. Şəkilçilər neçə cür yazılır? 2 cür. Bir cür 2 cür. və 4 cür. 3 cür yazılan şəkilçimiz Yoxdur. bəli, yoxdur. Bəs yaxşı. Bir cür yazılan şəkilçilər həm sözün önünə, həm də Sonu. sona artırılır. İki cür yazılan şəkilçilərin tərkibində açıq saytlar iştirak edir. Məsələn, mən yazıram A şəkilçisi üstünə 2 yazıram. Yəni bu deməkdir ki, A və Ə. Və yaxud da 4 cür yazılan şəkilçilərin tərkibində isə qapalı saytlar olur. Yazıram bura ıl. Nə deməkdir? Il, il, ul, ül. Neçə cür oldu? 4 cür oldu. Deməli, açıq saytlar neçə cürdə iştirak elədi? 2 cür. Bəs 4 cürün tərkibində necə saytlar iştirak elədi? Qapalı. Bəli.